Övladlarınızın ad gününü bağçada və yaxud da məktəbdə keçirirsinizsə, uşaqlar üçün belə mini pizzaları hazırlayıb hər kəsə paylaya bilərsiniz. Bir çoxlarınız pizzanı ayranla sevsə də, mən albalı şirəsilə içməyi daha çox sevirəm. Çox gözəl, yumşaq və asandır. Bunu uşaqlarınız üçün qarşıdan gələn 1 iyun uşaqların müdafiə gününə görə də hazırlaya bilərsiniz. Uşaqlar məncə çox sevinəcək. Xəmiri o qədər ləzzətlidir ki, 1 stəkan ilıq süd, 1 stəkan ilıq su, 10 qram maya, 1 yemək qaşığı duz, 1 yemək qaşığı şəkər tozu, yarı stəkan duru yağ və aldığı qədər un əlavə edib yumşaq xəmir yoğurub mayalandırın. Mən pizzanın üzərini zövqə görə hazırladım. Uşaqlara da rahatlıqla verə biləcəyim sabun məhsullarından istifadə edirəm hər zamanki kimi. Bu səfərki seçimim sabun dadına doymadığım kolbasa çeşidi olan ətirlidir. 60 qramdan belə kündələrə ayırdım. Listimə qarğıdalı unu səpdim və başladım özümün hazırladığı pizza sosundan əlavə elədim. Cheddar, mozzarella və gouda pendirlərini qarışdırdım. Pizzanın üzərini istədiyiniz kimi bəzəyə bilərsiniz. Biraz da duz əlavə elədim və getdi sobaya. Öncədən isitilmiş 180 dərəcəyə sobada üzəri və altı qızarana qədər bişirin. İnanılmaz ləzzətli görünürdü, çox dadlı idi. İsti-isti ayranla və yaxud da istədiyiniz meyvə şirəsi